Şəbnəm Tovuzlu aldığı qızılın qiymətini açıqlayıb. İki sahili məlumatına görə qonaq olduğu efirdə aparıcının israrından sonra sualını cavabsız qoymayıb. Qızılı hansı xanım sevmir? Özüm hədiyyə almışam. Mahnılarımın gözəlliyindən danışaq. Bilərziyimə 16 min manat vermişəm. O qədər də bahalı deyil. Tovuzlu bu etirafı ilə izləyicilər arasında müzakirələr yaradıb. Çox sevirsən. Aha, doğrudan Qızılı Şəbnəm, hansı bu xanım qızıldır mı? sevmir? Bəli. Yenidir. Niyə əlini, ay göy tamaşaçılarımız olan da var, gözü. Doğrudan nəsə bir bahalı belə qızıl oxşuyur ha öz aramızda, hə? Hə. Özün özünə hədiyyə eləmişsən yoxsa? Bəli, özüm almışam. Özün almısan. Necə qızılı bu qədər bahalı qızılı? Niyə almıram ki? Nə qədər pul vermirsən o qızıla? Neynirsən pulunu? Əsas almışam. Yox, neçə almısan? Yəqin bir, yəni qızıldır, hörmətli tamaşaçılar. Mən valla gözümdən yayınmır, pis deyil. Xanımlar qızılı çox sevirlər. Sən də əziyyət çəkirsən, zəhmət çəkirsən. Yox, bu qızıl deyil. Aldığı bu qızıl deyil. Başqa bir nəsə də var, yeniliyimiz var. Nə alıb Şəbnəm Tovuzlu özünə? Birazdan açıqlayacağım. Niyə bax oxudum, niyə demirsən mahnın nə gözəl? Mahnın gözəldir də, onsuz sənin sevənlərin var Şəbnəm. Yəni elə olmasaydı səni biz Bakıda da tapardıq, Azərbaycanda da tapardıq. Nə vaxt baxırsan maşallah Rusiyadasan, toylardasan, Gürcüstandasan, Allah artıq eləsin, bol eləsin. Amma demədin neçə, 50 min almısan? Yox, yox. 40 min? Yox. 30 min? Yox, 16 min, elə o qədər də deyil. O qədər də deyil. Xeyirli olsun.